Tabesiz mürəkkəb cümlələr. Nədir tabesiz mürəkkəb cümlələr? Uşaqlar, ümumiyyətlə cümlələr, mürəkkəb cümlələr iki yerə bölünəcək. Tabesiz və tabeli mürəkkəb cümlələr. Tabesiz mürəkkəb cümlələrdə həmin cümlələri təşkil edən sadə cümlələr bir-birindən asılı olmurlar. Yəni, bərabər hüquqlu sadə cümlələrdən təşkil olunurlar. Sadə cümlələrdən ibarət olur. Bəli, tabesiz mürəkkəb cümlələr bərabər hüquqlu sadə cümlələrdən ibarət olurlar. Bəs necə bunlar bir-birindən əlaqələnirlər bu sadə cümlələr? İki cür bir-birindən əlaqələnirlər. Bir, intonasiya vasitəsilə. İntonasiya vasitəsilə. Bax, uşaqlar, məsəl üçün deyirəm ki, gün çıxdı, qar əridi. Və yaxud da ki, mən danışdım, o qulaq asdı. Baxın, uşaqlar, əridi, nə etdi? Nə əridi? Qar. Nə etdi? Çıxdı. Nə çıxdı? Gün. Hər birinin ayrı-ayrı mübtəda xəbəri var. Yəni, iki qrammatik əsası var. Nə etdi? Qulaq asdı. Kim? O. Nə etdim? Danışdım. Kim? Mən. Ayrı-ayrı mübtəda xəbəri var. Tabesiz mürəkkəb cümlədir. Və tərkibində hər hansı bir başqa bağlayıcı vasitə olmadığına görə intonasiya vasitəsilə bağlanmış tabesiz mürəkkəb cümlə deyəcəyik biz bunlara. Yadınızda saxlayın ki, uşaqlar, tabesiz mürəkkəb cümlədə mütləq şəkildə ya ayrı-ayrı mübtəda xəbəri olmalıdır, ya da ki, əgər mübtədası yoxdursa, eyni mübtədi ilə bağlı olmamalıdır. Fərqli-fərqli mübtədiyə aid olmalıdır. Və yaxud da ki, şəxs sonluğu vasitəsilə bərpa oluna bilməlidir. Məsəl üçün, deyirəm ki, oxudu, öyrəndim. Fikir verin, uşaqlar. Nə etdi? Oxudu. O, nə etdim? Öyrəndim. Mən. Və yaxud da ki, yazdı, baxdım. Nə etdim? Baxdım mən. Nə etdi? Yazdı. O. Yəni, bu formada uşaqlar intonasiya vasitəsilə biz birləşdiririk, tapırıq bunu. Amma yadda saxlamaq lazım ki, sadə cümlə ilə tabesiz mürəkkəb cümləni fərqləndirməyi bacarmalıyıq. Məsəl üçün, mən bura desəm ki, atam gəldi, bizi danladı. Bir də desəm ki, atam gəldi, biz danlandıq. Demək olar məzmun eynidir, amma cümlənin növü fərqlidir. Nə etdi? Danladı. Kim? Atam. Nə etdi? Gəldi. Kim? Atam. Hər ikisi ata mübtədası ilə bağlı olduğuna görə bu cümlənin adını biz qoyuruq uşaqlar sadə cümlə. Sadə, bir qrammatik əsas var. Nə etdi? Gəldi. Kim? Atam. Nə etdik? Danlandıq. Kim? Biz. Bu cümlənin ayrıca hər tərəfi mübtəda xəbəri olduğuna görə bu cümlə artıq tabesiz mürəkkəb cümlə olacaq. Və bu cümlələr uşaqlar bərabər hüquqlu olurlar. Yəni, biri digərindən asılı olmur. İkincisi olacaq tabesizlik bağlayıcısı. Tabesizlik bağlayıcıları vasitəsilə. Bax, uşaqlar, deyirəm ki, yəqin ki, burada bilirsiniz ki, uşaqlar, burada yazıram istisna. Bunu təkrar olsun deyə yazıram. İlə və yaxud da ki, lalə. Yadınızda saxlayın ki, uşaqlar, ilə və lalə, yəni qısaldılmış olan lalə, mürəkkəb cümləni bir-birinə bağlaya bilmirdi. Ancaq cümlə üzvlərini bağlaya bilirdi. Məsələn, uşaqlar, deyirəm ki, uşaqlar oynadılar və valideynləri
razı qaldılar. Baxın uşaqlar, razı qalan valideynlərdir, oynayan uşaqlardır. Və bunu mən bağlayıcısı ilə bağlamışam. Deməli, tabesiz mürəkkəb cümlədir. Və yaxud da ki, deyə bilərəm ki, həm Ramiz gəldi, həm də Samir onunla danışdı. Baxın uşaqlar, danışan Samirdir, gələn Ramizdir. Bunların arasında həm də bağlayıcısından istifadə olunub. Yenə də eyni taktikanı icra edərək fikir vermək lazımdır. Sadə cümlə kimi işlənməsin. Məsəl üçün, mən bu cümləni belə versəydim, həm Ramiz gəldi, həm də Samirlə danışdı. Baxın uşaqlar, burada gələn də Ramizdir, danışan da Ramizdir. Ona görə də bu cümlə artıq sadə cümlə olacaq. Yəni, siz bu cümləyə həmciz xəbərli cümlə kimi baxacaqsınız. Tabesiz mürəkkəb cümlə kimi baxmayacaqsınız. Bu, tabesiz mürəkkəb cümlə haqqında bilməli olduqlarınız. Bir dənə qısa bir şey izah edəcəm sizə. Uşaqlar, baxın, tabesiz mürəkkəb cümlədə orta cümlədən fikri dayandırmaq olar. Məsəl üçün, deyirəm ki, maşın işə düşdü, vergül, biz mindik. Uşaqlar, mindik biz, işə düşdü maşın. Düz deyilmi? Mürəkkəb cümlədir, tabesiz mürəkkəb cümlədir. Fikir verin, mən burada cümləni saxlaya bilərəm. Maşın işə düşdü, nöqtə. Biz mindik. Amma fikir verin bura. Sən oxusan, maşın alacam. Sən oxusan. Cümləni necə bitirmiş uşaqlar burada? Sən oxusan. Özündən sonra nəsə istəyir. Buna artıq biz tabeli mürəkkəb cümlə deyəcəyik. Yəni, yadda saxlayın ki, tabesiz mürəkkəb cümlədə cümlələr bir-birindən asılı olmur. Yəni, bir cümləyə görə başqa bir cümlə olmayacaq. Nəzərinizdə saxlayın. İndi keçək əlaqələrə, tabesiz mürəkkəb cümlənin məna əlaqələrinə. Birincisi, zaman əlaqəli tabesiz mürəkkəb cümlələr. Zaman əlaqəli, qısa yazıram, tabesiz mürəkkəb cümlələr. Uşaqlar, 2-3 qayda deyəcəm. 1-2 dənə də primitiv şeylər. Primitiv şey ondan ibarətdir ki, digər heç bir tabesiz mürəkkəb cümlə növünə uyğun gəlməyən tabesiz mürəkkəb cümlə zaman əlaqəsində olacaq. Hökm deyil ki, zaman əlaqəsində ancaq feili xəbər olsun, ismi xəbər də ola bilər. Bu problemli bir şey deyil. Sadəcə hadisələr eyni zamanda olacaq. Deməli, özümüz üçün bir neçə vacib şərt qoya bilərik. Şərtləri yazmayacam uşaqlar, çünki yenə deyirəm, bunları çox dəhşət vacib hesab eləmirəm. Blok üçün, bəli, eləyirəm. Baxın uşaqlar, əvvəlası yadda saxlayın ki, yerlərin dəyişmək olmalıdır. Məsəl üçün, deyirəm ki, mən danışıram, siz dinləyirsiniz. Mən danışıram, siz dinləyirsiniz. Siz dinləyirsiniz, mən danışıram. Şöyle bu primitiv bir şeydir. Hadisələr eyni zamanda baş verir. Yəni burada nə ardıcıllıq yoxdur, nə səbəb nəticə yoxdur. Yəni mən danışıram, siz dinləyirsiniz. Təbii bir halda siz dinləyirsiniz, mən danışıram, təbii bir hal. Və yaxud da ki, deyə bilərəm ki, qoyunlar mələyir, quşlar ötür, inəklər otlayırdı. Yenə də uşaqlar, hamısı eyni zamanda baş verir. Nə heç biri bir-birindən asılı deyil, nə biri digərinin səbəbi kimi meydana çıxmır, nə də ki ardıcıllıq yoxdur burada. Eyni zamanlılıq var. Hardan biləcəksiniz uşaqlar? İki rahat yolla. Birincisi nə vasitəsilədir? Nə qoyunlar mələyir, nə quşlar ötür, nə inəklər otlayır. Ən yaxşı nüansı isə yer dəyişməkdir. Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrdə rahat şəkildə yeri dəyişmək mümkün olur. Məsəl üçün, baxın uşaqlar, inəklər otlayır, quşlar ötür, qoyunlar mələyir. Quşlar ötür, qoyunlar mələyir, inəklər otlayırdı. Yəni, bu zaman əlaqəli tabesiz mürəkkəb cümlədir. Nənə nağıl danışır, nəvələr ona qulaq asır. Məsəl üçün, baxın, nənə
Nənə danışır, nəvələr qulaq asırdı. İndi gəlir ikinci, ardıcıllıq. Tabesiz mürəkkəb cümləli. Uşaqlar, bir dənə indiyə kimi olan bütün izahları yaddan çıxardım. Bir dənə mənim dediyimə konsentrasiya olun. Bəzi şeylər deyəcəm ardıcıllıq əlaqəsində. Birinci yadda saxlayın, şuurlu şəkildə. Şuurlu şəkildə. Yəni, bu çox primitiv bir nüansdır. Demirəm 100% keçərlidir, amma yadınızda saxlayın. Yəni, edə bilərəm, amma etmərəm deyə bir şey var ardıcıllıqda. Yəni, kör-köranəlik yoxdur ardıcıllıq əlaqəsində. Hər bir şey ardıcıl şəkildə baş verir, amma baş verməyə də bilər. Deyirəm niyə? Bax, uşaqlar, deyirəm ki, qapı döyüldü. Qapı döyüldü və mən qapını açdım. Deyin görək, bu ardıcıllıq kimi götürürlər, ya səbəb nəticə kimi sizcə? Səbəb nəticədir. Qapı döyülürsə də qapını açır. Ay, sağ ol. İndi baxın. Tutaq ki, sizin qapını döyürlər. Sizin də xoşunuz gəlmir o insandan. Qapını açmaya bilərsinizmi? Bəli. Mən açmaram. Açmaz, ay, sizə bilirəm. İndi qulaq as. Qapı döyülmür, qapını açmazsınız, belə çölə çıxmaq üçün. Şuurlu şəkildə. Açarım. Ay, sağ ol. İndi baxın. Əgər qapı döyülürsə və mən qapını açmamaq ixtiyarındayamsa, bu ardıcıllıq əlaqəsidir. Burada səbəb nəticə yoxdur. Qapı döyüldü, mən qapını açmadım. Rahat. Səbəb nəticə nə gəzir burada? Ardıcıllıq var burada. Qapı döyüldü və mən qapını açdım. Ardıcıl. Birinci qapı döyülüb, ikinci mən qapını açmışam. İndi burada taktika işlədirik uşaqlar. Hansı taktikadan? Baxın. Birinci, sonra. Bir dənə bundan istifadə edəcəksiniz. Birinci, sonra. Baxın, məsəl üçün. Deyirəm ki, zəng gəldi, telefonu açdım. Baxın uşaqlar, birinci zəng gəldi, sonra telefonu açdım. Daha zəng gəldiyinə görə telefonu açdım yox. Birinci zəng gəldi, sonra telefonu açdım. Niyə? Çünki mən telefonu açmaya da bilərəm. Burada nə var? Burada ardıcıllıq var. Yaxşı? Sonra qonaqlar gəldilər, mən çay dəmlədim. Təbii ki, uşaqlar, burada ardıcıllıq olacaq. Yəni, birinci qonaqlar gəldi, sonra mən çayı dəmlədim. Başa düşə bilirsiniz? Yəni, qonaqlar gəldiyinə görə çay dəmlədim. Bu səbəb nəticə deyil. Mən çayı dəmləməyə də bilərəm. Mən sok gətirib qoyaram ortalığa. Məsəl üçün deyirəm. Ya da ümumiyyətlə heç çay vermərəm qonağa. Deyirəm, mənim evimdə çay yoxdur. Məsəl üçün deyirəm, ha. Başa düşdü? Burada ardıcıllıq var. Və yaxud da uşaqlar, deyirəm ki, maşın dayandı, vergül, Akif düşdü. İndi özünüz fikirləşin, uşaqlar. Akif düşmür. Qardaş, maşın sürən budur, məsəl üçün, ya da maşında oturan budur, düşmür. Bunun dayanacağı deyil. Bu burada düşməməlidir. İstəmir düşmək. Özündən asılı bir şeydir. Şuurlu, kör-körana deyil. Ardıcıllıq var burada. Əvvəl maşın dayandı, sonra Akif düşdü. Akif düşməyə də bilər, ardıcıllıq əlaqəsidir. Və yaxud da ki, avtobus dayandı, sərnişinlər mindilər. İndi deyə bilərsiniz ki, ay müəllim, avtobus dayanmalıdır ki, sərnişinlər minsinlər də. Amma bu səbəb nəticə deyil, uşaqlar. Avtobus dayanır, mən minmirəm avtobusa. Mən gözləyirəm, məsəl üçün 503-ü, gəlir 508. Niyə minməliyəm? Minmirəm. Gözləyirəm 3 nömrəli avtobusu, gəlir 5 nömrəli avtobus. Minmirəm mən. Avtobus dayandı, mən minmədim. Mənim kimi sərnişinlərdə də 5 nəfər minmədi. Deməli, uşaqlar, burada ardıcıllıq var. Kör-körana səbəb nəticə yoxdur. Yəqin ki, fikrim sizə çatır. Əsas odur ki, kör-köranəlik olmasın. İndi baxın. Deyirəm ki,
Bayaq dedim, qapını açdım. Bax, deyirəm, qapını açdım. Qapını açdım. Açdım. Fuad içəri girdi. Qapını mən açdım, içəri Fuad girdi. Tabes mürəkkəb cümlədir. Uşaqlar, qapını açdım. Fuad girməyə də bilər də. Nəsə söz deməyə gəlib və çıxır gedir. Bu ardıcıllıqdır. Nəzərinizdə qalsın. İndi danışaq sizlə. Səbəb nəticədən. Səbəb nəticə əlaqəli tabesiz mürəkkəb cümlə. Baxın uşaqlar. Biri səbəbi olacaq cümlənin, biri də onun nəticəsini bildirəcək. Burada isə kör-köranəlik olacaq. Burada istifadə edəcəyi olduğu üçün. Bax, bundan istifadə eləmək məntiqə uyğun olacaq. Amma səbəb nəticə olsun. Məsəl üçün, deyirəm ki, uşaqlar, günəş çıxdı, torpaq qızdı. Burada uşaqlar, kör-köranəlik var. Burada şuurlu bir şey yoxdur. Olmaya da bilər, deyə bilməzsiniz uşaqlar. Burada ardıcıllıq yoxdur. Günəş çıxır, nəticədə torpaq qızır. Yəni biz deyə bilərik ki, günəş çıxdığı üçün, dığı plus üçün. Günəş çıxdığı üçün torpaq qızdı. 100%. Səbəb nəticə. Uşağı vurdum. O ağladı. Valla, səbəb nəticədir də bu. Necə deyə, birinci vurdum, sonra o ağladı. Yerində deyil axı. Uşağı vurduğum üçün uşaq ağladı. Səbəb nəticə əlaqəli tabesiz mürəkkəb cümlədir. İndi siz mənə deyin. Pəncərəni açdım, günəş şüası otağa düşdü. Bu cümlə ardıcıllıqdır ya səbəb nəticədir? Ardıcıldır mənim. Niyə ardıcıllıqdır? Pəncərəni açmasın da vura bilər də günəş. Yox, elə yox. Siz pəncərəni açmayın. Pəncərəni açdım. Açdığım üçün. Bilirsiniz məna nədir burada? Günəş şüası düşməyə bilər. Əgər günəş oradan vurursa, günəş şüası düşməyə bilər. Yəni, absurda getmir. Ya, ay gecədir, ay müəllim pəncərədən günəş içəri vurmur, bəlkə başqa yerdən vurur, bəlkə sizin eviniz üzü günəş tərəfə deyil. Yox, bunlara getmirik də. Faktiki göydə günəş var. Yəni, mən qapını açıram, günəş işığı içəri düşür. Burada nə var? Səbəb nəticə var burada. Yəni, pəncərəni açdım, günəşin işığı düşdü. Primitiv. Yaxşı, pəncərə deməyim, qapını deyirəm. Qapını açdım, günəşin işığı içəri düşdü. Bu normal bir şeydir. Uşaqlar, qapını açan kimi günəşin şüası bariyer çəkib dayanası deyil ki, qapının ağzında. O içəri düşəcəkdir. O özündən asılı olmayan bir şeydir. Səbəb nəticə əlaqəli tabesiz mürəkkəb cümlə olacaq. Və yaxud deyirəm ki, yağış yağdı, vergül, ətraf islandı. Uşaqlar, ətraf islanmaya bilməz də. Bu yağışdır. Yağış yağdısa ətraf islanacaq da. Düzdürmü? Deməli, yağış yağdığı üçün ətraf islandı. Kör-köranəlik var burada. Səbəb nəticə əlaqəli tabesiz mürəkkəb cümlə olacaq burada. Yəqin ki, burada bir problemimiz olmayacaq bizim. Laşdırma əlaqəli. Tabesiz mürəkkəb cümlələr. Burada uşaqlar yadda saxlayın. Qoşa nöqtədən ya da nöqtəli vergüldən istifadə olunacaq və hərəkətlər aydınlaşdırılacaq. Məsəl üçün, deyirəm ki, hər kəs bir iş görürdü. Qoşa nöqtə. Kimi yemək pişirir? Kimi qab yuyurdu? Uşaqlar. Bu aydınlaşdırmadır. Yəni, problemli bir şey yoxdur. Sadə bir şeydir. Hətta yəni bağlayıcısından da istifadə oluna bilər də. Yəni, təbii ki, bağlayıcılardan da istifadə olunur. Hər kəs bir iş görürdü. Vergül tre, yəni kimi yemək pişirir, kimi qab yuyurdu. Yəni, bu formada verə bilərik biz. Sonra uşaqlar, baxın. Gəlir, deməli, qarşılaşdırma.
qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr. Təbii ki, uşaqlar, burada nədən istifadə oluna bilər? Amma, ancaq, isə, fəqət, halbuki. Tabesizlik bağlayıcılarından. Həmişə mi istifadə olunmalıdır? Xeyr. Deyirəm ki, uşaqlar, ona, tutaq ki, pul verdim, vergül, götürmədi. Götürmədi. Yəni, mən verdim, o götürmədi. Və yaxud da ki, çağırdım, amma gəlmədi. Çağırdım, amma gəlmədi. Uşaqlar, burada qarşılaşdırma var. Primitiv. Daha çox qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədə bir xəbər təsdiqlədirsə, digəri inkarda olacaq. Daha çox, hər zaman belə olmayacaq. Bir də uşaqlar, isədən ehtiyatlı olun. Deyirəm ki, yağış yağdı, torpaq isə kifayət qədər islanmadı. Fikir verin uşaqlar. Yağış yağıb, amma ilə əvəz eləyə bilirəm. Amma torpaq kifayət qədər islanmadı. Burada qarşılaşdırma var. Amma isə olan cümlədə amma nə əlavə eləyə bilmirsinizsə, orada qarşılaşdırma yoxdur. Nəzərinizdə qalsın. Bax, məsəl üçün deyirəm. Danışıram, vergül, siz isə qulaq asırsınız. Qulaq asırsınız. Yəni, mən danışıram, siz isə qulaq asırsınız. Yəni, deyə bilərəm, mən danışıram, amma siz qulaq asırsınız. Absurd. Mən danışıram, amma siz qulaq asırsınız. Bu nə deməkdir? Deməli, uşaqlar, bu cümlədə artıq danışıram, qulaq asırsınız. Bu zaman əlaqəli tabesiz mürəkkəb cümlədir. Eyni zamanlıq var. Burada isə qarşılaşdırma əlaqəsi var. Nəzərdə qalsın. Və qaldı sonuncu. Sonuncu olacaq bölüşdürmə. Əlaqəli tabesiz mürəkkəb cümlələr. Burada nədən istifadə olunacaq uşaqlar? Mütləq şəkildə olmalı da bölüşdürmə bağlayıcısı. Mütləq şəkildə olmalıdır. Özdə iki cür özünü göstərir. Ya iki işdən birinin mümkünlüyü, ya danışacaq, ya da, məsəl üçün deyirəm, susacaq. Ya danışacaq, ya da susacaq deməyək, ikisi də o sadə cümlədir. Ya da susturulacaq. Susturulacaq. Bu da susturacam. Çox şey oldu. Ya da susturacam. Ya danışacaq, ya da öldürəcəm deyək. Öldürəcəm. Çox. Danışacaq, o öldürəcəm mən uşaqlar. Ya da iki işdən birinin mümkünlüyüdür. Ya bunu eləyəcək, ya bunu. Bir də ikinci versiya var. Bu cahla bağlıdır. Cah, gün çıxır, vergül. Cah da yağış yağır. Və yaxud da ki, yağır. Fikir verin uşaqlar. Cah gün çıxır, cah. Burada nə qarır? İki iş bir-birini əvəz edir. Nəzərinizdə qalsın.